Əzizlər, bəzi vaxtlar insan əzhəri minəş-şəms zatları danar. İmkanı var. Gün kimin ışıq zatları adam danar. Şərait hakim olsa adama, sübh gəlib səndən soruşsalar belə, sübhdür, gecə deyəsən gecə. Onlar günüzdür deyəsən, yox baba gecə. Görmüsən, hər yer qərənli. İmkanı var belə iş bizzat, bəli, imkanı var. Ha vaxt o ləhzə ki insanın həqiqət gözü tutula. Bir əvamili var. O əvamil əl-ələ verəndə adamın gözü bağlanar. Adam inad eləməz ha. Elə fikir eləməyək ki, tərəf inaddan deyər ha, günüzdə, gecədir. Yox. Həqiqətən o cür ilqa olar biləsinə ki, vaqiən indi gecədir. Tol tarixdə bu cür varlar. Bevicə Əhl-i Beytin tarixində düşmən bu məsələdən çox istifadə edib bər əleyhə Əhl-i Beyt əleyhissalam. Ona görə 90 gün bə'd az vaqiəyə Qədir o əzəmətlikdə tarixi dandılar. Əzhəru minəş-şəms bir zadı dandılar. Heç kəs də bir söz demədi. Seyyid-i Şəhədanın o əzəməti bir an-ı vahiddə dandılar. Heç kəs də bir söz deyəmədi. Tüm camiədə bir şəraiti icad elədilər ki, mərdum qəbul elədi ki, yox, gərək, bağdayır. Şəraiti icad elədilər ki, hamı günüzdə qərar tapa-tapa dedilər gecədir. Çoxlu əfrad huzurları var idi Həccətül Vidadə və cərəyan-ı qədri gözləri ilə görmüşdülər. Amma həman əfrad macərayı qədri dandılar. Əmirül Möminin gəldi bunların qapılarını döydü. Həzrət buyurdu ki, qədirdən bir zat yadınızda. Dedilər ki, yadımıza gəlmir. Az fasilədə. Ola bilər bu cür iş tarixdə, bəli. Əgər sənlə məndə muvazib olmasaq, o cür zatları ki, beynih roşəndi danarıq. Gərək çox-çox muvazib olaq. O əvamili ki, bais olar, tövcihati ki, bais olar adam həqiqəti dana, o tövcihlərdən, o əvamildən uzaq gəzaq, əzizlər.